Dostlar, hər kəs dinlənsin mənə, hər kəs yaxın otursun. Hər birimizin yaralı yeridir. Biz bugün 2-ci Fəxri Xiyabandayıq. Bir nəfəri, bir qəhrəman anamızı sizə təqdim eləmək istəyirəm. Hansı ki, 3 qardaşını vətən uğrunda şəhid vermiş bir bacı. Borcumuzdur bizim tanıtmaq, göstərmək. Hər kəsin borcudur ki, tanısın. Mən Məleykə xanımın çıxışına baxdım. Ümumilli lider Heydər Əliyev ona rütbə təqdim edəndə mən çox təsirləndim və düşündüm ki, araşdırım, tapım, görüm ki, Məleykə xanım sağdır və yaxud kimdir, hardadır. Və bugün mən Məleykə xanımı tapdım. Məleykə xanım, Allah rəhmət eləsin, orada çıxış eləyəndə deyir ki, 3 qardaşımı şəhid vermişəm və son damla qanıma qədər bu torpağı müdafiə etməyə mənim borcumdur. Və 92-96-cı illərdə xidmət elədi və xəstəlikdən, xərçəng xəstəsi oldu və dünyasını dəyişdi və orada ümumilli lider Heydər Əliyevin ona sual verirsən, hələ də gizirsən və mən sənə burada leytenant rütbəsini verirəm. Yəni, nə bilim, əslində çox təsirlənirəm çıxış. Onu haqda danışmaq çox çətindir. Baxın, həkim, jurnalistin, həkimin nə qədər yüzlərlə yaralını xilas etməsi, orada qardaş qazanması, qardaşlarını torpağa dəfn etməsi, bilmirəm, yəni özümə borc bildim ki, gəlim ziyarət edin və hər biriniz, hər kəs baxsın. Bu cür insanları ümumiyyətlə tanımaq lazımdır və tanıtmaq lazımdır. Mən də bunu özümə borc bildim. Yəni Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah o dünyasını versin. Əhmədova Məleykə. Əhməd qızı. 2006-cı ildə dünyasını dəyişib.